Salam, hər vaxtınız xeyir əziz tələbələr. Bu gün biz sizinlə məlum əməllər, hamının tanıdığı aşkar operatorlar mövzusunun izahına baxacağıq. Ümumiyyətlə aşkar operatorlar nədir? Onu həll edəcəyik. Bir də videoların altına yazırlar ki, bəs daha çətin tipli testlər yazın. Yenə qeyd elədiyim kimi, bu videolar sadəcə ilkin məlumatlar üçün paylaşılır. Yəni o demək deyil, bu videolarda bütün testdə olan bütün suallara cavab yazılır. Xeyr. Elə suallar var ki, onların həlli 15-20 dəqiqəni aparır və onu mən fiziki olaraq onları çatdırıb onların hamısını izah edə bilmərəm. Ona görə hansı məlumatlar uyğundursa və tez bir zamanda onu həll etmək olursa, mən onları videoya çəkinəm. Yəni siz video baxaraq çətin tipli testləri özünüz eləməyə çalışa bilərsiniz. Baxırıq birinci sualın izahına. Nədir bizdə? Burada A-nı verib 20, B-ni verib 4. Nə edirsiniz? A-nın yerinə 20 qoyursunuz, B-nin yerinə 4, A-nın yerinə 20 qoyursunuz, B-nin yerinə 4. Olacaq, 20-ni 4-ə vurursan 80, 20-ni 4-ə bölürsən 5. 80-dən də 5 çıxırsan, eləyir 75, olacaq Y variantı. Keçirik ikinci test tapşırığın izahına. A-nın qiyməti 7, B-nin qiyməti 8. Baxın uşaqlar, 5B. 5B o deməkdir ki, B-nin qiyməti gəl qoy burada. 8-i qoydum bura. A-nın qiyməti 7, yenə də A-nın qiyməti 7. 40-dan 7 çıxırsan, üzərinə 7 gəlirsən, bu deyir. Yenə də 40 olacaq C variantı. Keçirsiniz üçüncü test tapşırığın izahına. A-nın qiyməti 80, B-nin qiyməti 70. Qoyursan yerinə 80 plus 70 eləyir 150, 80 minus 70 eləyir 10. 150-ni bölürsən 10-a eləyəcək 15, B variantı. Keçirsiniz dördüncü test tapşırığın izahına. A-nın qiyməti 12, B-nin qiyməti 5. Qoyursan burada qiymətlərini yerinə. 12 minus 5 eləyir 7, 4-ə vurdun 28, üstə 1 gəldin, elədi 29, D variantı. Daha sonra 5-ci test tapşırığın izahına baxırsınız. A-nın qiyməti 7, B-nin qiyməti 3. Neyinirik? A-nın qiymətinin yerinə yazırsınız 7-nin kvadratı plus 2 vur 3, bu da eləyəcək 49 plus 6, 55, D variantı. 6-cı suala baxırsınız. Yenə eyni qaydada x-in qiyməti 4, y-in qiyməti 3. X-in üstü y, yəni 4-ün üstü 3 plus 4 çıxılsın 3. 64 plus 4, 68, 3 çıxır 65, A variantı. Daha sonra baxırsınız 7-ci test tapşırığın izahına. Neyinir burada uşaqlar? A üçbucağın qiyməti budur, A kvadratın qiyməti budur. Birinci sənə deyir ki, məni burada hesabla. Yəni aramda üçbucaq var. A-nın yerinə 3 qoyursan, B-nin yerinə 4. Olacaq 3 plus 4, 7, 2-yə vurur, eləyir 14. Bunun qiyməti oldu 14. 8, 2, sənə deyir ki, məni burada hesabla. A-nın yerinə 8 qoyursan, B-nin yerinə 2. Olacaq 8 çıx 2, 6 plus 13 eləyəcək 19. Burada da 14-dən 19-un cəmi olacaq 33, A variantı. Keçirik 8-ci test tapşırığın izahına. 3 kvadrat 2, sənə deyir ki, məni burada yerimə qoy. 3 plus 5-i vurursan 2-yə eləyəcək 10 plus 3 olacaq 13. Aydındır mı? 4 ilə 12 qoyursunuz burada yerinə. 2-ni 4-ə vurursunuz, üstə gəlirsiniz 12. Bu da eləyəcək 20. Baxırsınız ki, 13 ilə 20-nin arasında da 3 bucaq işarəsi var. Bax, bunları da götürüb burada qoyursunuz. B çıxılsın A, yəni 20 çıxılsın 13. Bu da eləyəcək, bu çıxmadı. 7, C variantı. Baxırsınız 9-cu test tapşırığın izahına. A-nın qiyməti 5, B-nin qiyməti 30. Qoyursunuz yerinə 4 vur 5 plus B neçədir? 30. A neçədir? 5. 30-u bölürsən 5-ə. 20 plus 6 olacaq 26, C variantı. 10-cu sualın izahına baxırsınız. 45, 15 harada qoyursunuz? Burada qoyursunuz yerinə. Qoyursan 100 çıxılsın. 45 plus 15, 45 minus 15. 45-in üstə 15 gəlsən 60, 45-dən 15 çıxırsan 30. 60-ı 30-a bölürsən, bunun qiyməti elədi 2, 100-dən 2 çıxdın, elədi 98. Aydındır mı? Bu yeni A oldu, bu da B'dir. Yəni bundan artıq sənin işin yoxdur. A-nın yerinə 98 qoyursan, bunu da deyir ki, burada hesabla. 98 çıx 28, bu da eləyəcək 70, A variantı. Ümidvaram ki, bura qədər başa düşdünüz. Keçirik 11-ci test tapşırığın izahına. 8 günəş 40 deyir, məni burada hesabla. Olacaq, A-nın yerinə 8 qoyursan, B-nin yerinə 40. B bölünsün A, yəni 40 bölünsün 8 plus 5. 40-ı 8-ə böldüm, 5 plus 5 elədi 10. Bunun qiyməti 10 elədi, düzdürmü? Daha sonra 9, 7, sənə deyir ki, mənə burada hesabla.
A 9, B 7. 10 vurulsun, 9 minus 7. Bu da elədi neçə? 9-dan 7 çıxdın. 2, 10-a vurdun 20. 10 buradadır, 20 buradadır. Cəmi də eləyəcək 30. Baxırsınız 12-ci test tapşırığın izahına. Bundan əvvəlki dərslərdə demişdim ki, əgər hər hansısa bir hərfin üstündə xətt işarəsi varsa, bunu ardıcıl yaz deməkdir. Yəni bu A, B-ni bölürsən A-ya neçə elədi? 8 bölünsün 4 plus AB, A 4-dür, B də 8-dir. Bunu ardıcıl bax deməkdir. 8-i 4-ə böldün. 2 plus 48 eləyəcək nə qədər? 50. B variantı. Baxırsınız 13-cü test tapşırığın izahına. A 8-dir, B 20-dir. Qoyursan burada yerinə 5 vurulsun. A-nın yerinə 8 qoyursan 8 plus 2 çıxılsın 20. 8-in üstə 2 gəldin 10, 5-ə vurdun 50, 20 çıxdın elədi 30. B variantı. Keçirin növbəti səhifənin izahına. Baxırsınız 14-cü test tapşırığın izahına. 2, 3. Birinci mötərəzə həll olunur. Bunu qoyursunuz burada. Deyir ki, B-nin üstü A. B neçədir? 3. 3-ün üstü 2 çıx 7. Neçə eləyəcək? 2. Demək, bu ifadənin qiyməti oldu 2. 5 paxlava 2. Sən deyir ki, məni də burada hesabla. A-nın üstü B. A 5-dir. B də 2-dir. Plus 5. Bu da eləyəcək 30. B variantı. 15-ci suala baxırsınız. 5 kvadrat 2. Sən deyir ki, məni burada hesabla. 5-i vurursan 8 elədi 40. Buranın qiyməti 40 oldu. 3 yumru 11. Harada deyir mən hesabla? Deyir burada hesabla. 3, 11. Yazırsan 2 vur 11 plus 3. 2-ni 11-ə vurdun 22. Üstə 3 elədi 25. 40-dan da 25-i çıxırsınız. Eləyəcək neçə? 15. C variantı. Baxırsınız 16-cı test tapşırığın izahına. A-nın qiyməti 7-dir. B ilə B-dir. Bunun da qiyməti 54-ə bərabərdir. Nə edirsiniz? Yəni burada A vur B çıx 2 bərabərdir 54. Aydındırmı? A-nın qiyməti 7-dir. B-ni tapırsınız. 7B çıxılsın 2 bərabərdir 54. 7B 56-dır. B də eləyir 8. Düzdürmü? B 8 ilə səndən də 8-in qiymətini soruşur. Yazırsan. Bəzi tələbələr var ki, deyir ki, mən tənlik həll edə bilmirəm. O zaman qiymətləri bir-bir yerinə qoyur, hesablayır. Yəni testin cavabını almaq üçün hər üsuldan istifadə edə bilərsiniz. Baxırsınız bura. A-nın qiymətini 10 verib, B-nin qiymətini x qoyursan burada yerinə 3 vur 10 çıxılsın x bərabərdir 23. 30 çıx x bərabərdir 23, x də bərabərdir 7-yə, o da olacaq Y variantı. Daha sonra 18-ci test tapşırığının izahına baxırsınız. X-in qiyməti A-dır, Y-in qiyməti 17-dir. Qoyursunuz yerinə 5-i vurdunuz A-ya plus 17 bərabərdir 57. Üzr istəyirəm. 5A bərabərdir 40, yəni 57-dən 17 çıxıram. A da bərabərdir 8, bu da eləyəcək D variantı. 19-cu suala baxırsınız. X-in qiyməti A-dır, Y-in qiyməti 7-dir. Qoyuram yerinə 5A çıx 7 bərabərdir 53. 5A bərabərdir 60, A da bərabərdir 12, B variantı. 20-ci sualın izahına baxırsınız. 8, 5 qoyursunuz burada yerinə. A 8, B 5. B-nin kvadratı çıxılsın, 2 vur 8. B-nin kvadratı neçədir? 5-in kvadratı çıxılsın, 2 vur 8. Yəni 25 çıxılsın, 16 bu eləyəcək 9. Uşaqlar, bunun qiyməti 9-dur. Artıq bu ifadə yoxdur. 21, 9. Harada qoyursunuz? Burada qoyursunuz yerinə. 21 plus 9 bölünsün 2. Bu da eləyəcək 15. A variantı. Baxırsınız 21-ci test tapşırığın izahına. 20, 3 bucaq 4. Harada qoyursunuz? Burada. 5 vur 4 çıx 20. Düzdürmü? Bu elədir 0. Bunun qiyməti 0-dır. Yəni artıq bu ifadə yoxdur. Aydındırmı? 24. Sənə deyir ki, məni burada hesabla. 20 A-nın yerinə qoyursan B-nin yerinə 4. Yəni 20 plus 4 bölünsün 4. Bu da eləyəcək neçə? 6. 0-dan da 6-nın cəmi neçə eləyəcək? Eləyəcək 6. C variantı. Baxırsınız 22-ci test tapşırığının izahına. Birinci mötərəzə həll olunur. 2 qat mötərəzədirsə birinci mötərəzədən azad edirsiniz bunu. 40 ilə 5 harada qoyursunuz yerinə? Bax burada. 40-ı bölürsünüz. 5-ə bu elədi 8. Bu ifadənin qiyməti 8 oldu. 8, 12. Harada qoyursunuz? Burada qoyursunuz. A 8-dir, Y 12-dir. 8 plus 12 bu elədi 20. 120 də buradadır. Bunu da qoyursunuz burada yerinə. 100-dən çıxırsınız 20-ni, bu da eləyəcək 80. A variantı. Baxırsınız 23-cü test tapşırığın izahına. 53 bu hörümçək işarəsidir. Burada qoyursunuz yerinə 53, 13.
53-dən 13 çıxırsan, 4-ə bölürsən. 53-dən 13 çıxdın, 40, 4-ə böldün, elədi 10. Bu ifadənin qiyməti 10 oldu. 2 ilə 1-i hesablayırsan, harada hesablayacaqsan? Deyir, mənə burada qoy yerinə. 2, 1, düzdürmü? 2-nin üstünə gəlirsən, 5 vur 1, bu da eləyəcək 7. Düzdürmü? Ondan da 7 çıxırsan, eləyir 3, Y variantı. Baxırsınız 24-cü test tapşırığının izahına. X 5-dir, Y də 5-dir. Vəssalam, qoyursan bunu yerinə, hesablayırsan. 2,5 vurulsun 10 plus 1. Bu da eləyəcək 25 plus 1, 26. 25-ci sualın izahına baxırsınız. 7 bu işarə 5-dir. Harada deyir? Deyir, mən burada qoy yerinə. 7, 5. 7 plus 5. 7 üstə 5, 12, 3-ə vurdun 36. Bu ifadə artıq yoxdur. Yeni A yarandı 36-dır. Bunu harada qoyursunuz? Bunu da qoyursunuz burada yerinə. 36-nı da bölürsən 4-ə, bu da eləyir 9, A variantı. 26-cı test tapşırığının izahına baxırsınız. 4 kvadrat 3. Harada deyir? Deyir, məni burada qoy yerinə. 4, 3. Düzdürmü? 4-ün üstünə 3 gəlirsən. 7, 2-yə vurdun 14, 4 çıxdın 10. Demək, bu ifadə getdi, yerinə 10 gəldi. 6 ilə 10-u harada qoyursunuz yerinə? Burada. A 6-dır, B 10-dur. 2-ni vurdun 6-ya, üstə gəldin 10. Bu da elədi 22, D variantı. Daha sonra keçirik 27-ci test tapşırığının izahına. 3 kvadrat 2. Qoyursan harada yerinə? Burada. 3, 2. 3-dən 2 çıxdın, elədi 1. Bunun qiyməti 1 oldu. Düzdürmü uşaqlar? Daha sonra baxırsınız ki, bunu harada qoyacaqsınız? Burada. 10-u bölürsən, elə bil 10-dur, bir də 1-dir, hesablayırsınız. 10-u bölürsən 4-ə, üstə gəlirsən 5 bölünsün 2. 10-u 4-ə böldün, nə qədər elədi? 2,5, üstə də 2,5 elədi 5, B variantı. Daha sonra baxırsınız 28-ci test tapşırığının izahına. 30 ilə 5-i harada qoyursunuz? Burada. 35. 200-dən çıxırsınız. 30 plus 20 bölünsün 5. 30-un üstə 20 gəlirsən. 50. 5-ə böldün 10. 200-dən 10 çıxdın. Bu elədi 190. Düzdürmü? Bunu burada yerinə qoyursan. A 190. 2-ni də vurursan 70-ə. Eləyəcək 140. 190-dan da 140 çıxanda eləyəcək 50. A variantı. 29-cu test tapşırığının izahına baxırsınız. 100 ilə 4 harada qoyursunuz? Burada. 100-ü bölürsən 4-ə eləyəcək 25. Bunun qiyməti elədi 25. Düzdürmü? 25 ilə 15 harada qoyursunuz? Bunu qoyursunuz burada qiymətini yerinə. 25 plus 15, 25 minus 15. Vəssalam. 25 ilə 15 eləyir 40. 25-dən 15 çıxırsan eləyir 10. 40-ı da ona bölürsən eləyir 4. A variantı. İndi keçirik 30-cu test tapşırığının izahına. 29-a qədər elədiyimiz bütün testlərdə baxın A-nın əmsalı tək idi. A-nın əmsalında heç nə yoxdur. Baxın burada A-nın əmsalında 9 var. Bax, A-nın əmsalı tək olmalıdır. A-nın qabağında mənfi, rəqəm, kök altı, ondan sonra kəsir, heç qüvvət, heç bir şey ola bilməz. A-nın əmsalı lüt olmalıdır. Bir məcazi mənada, yəni heç bir şey olmamalıdır bunun qabağında. Aydın oldu. Heç nəsiz tək olmalıdırlar. Bunun üçün, bunun mənası nədir? Neçəni 9-a vuranda 54 eləyir. O neçə lazımdır bizə? Yəni 9A-nı 54-ə bərabər eləyirsən, A eləyir 6. Düzdür? Day burada A-nın yerinə 54 yazıb deməyin. Ay müəllim 54-ün kvadratı üstü 54 vur 54. Bu 9A-nı 54-ə bərabər eləyirsən, A eləyir 6. 6 B-də bərabərdir 54, B eləyir 9. Vəssalam, bunu qoyursan burada. 6-nın kvadratı plus 9-u vurdun 6-ya. Elədir 54 plus 4. Bu da eləyəcək. Demək 36, 54, 90 plus 4 eləyəcək 94. Məsələn 31-ə baxın. Bax burada bu 75-i götürüb bura yazıb öz müəllimlərinizi əsəbləşdirməyin. 3A-nı bərabər eləyirsən 75-ə, A eləyir 25. Düzdürmü? 8B bərabərdir 40, B bərabərdir 5. Bax 25-i bura qoyursan A-nın yerinə, B-nin də yerinə 5 qoyursan. Olacaq 2 vur 25, çıxılsın 5. Bu da eləyəcək 50-dən 5 çıxırsan eləyir 45. C variantı. 32-yə baxırsınız. 4A-nı bərabər eləyirsiniz 28-ə, A bərabərdir 7, 5B bərabərdir 30, B bərabərdir 6. A-nın yerinə 7 qoyursan, 7-nin kvadratı çıxılsın 6, yəni 49 çıx 6, 43. Biraz dincəlir, mən də bir söz deyim sizə. Elə tələbələr var ki, məsələn, görürsünüz ki, işlədiyimiz bütün testlər riyaziyyatla bağlıdır. Məsələn, tələbə gəlir, işləyir,
bilmir də. İndi kimsə riyaziyyatı bilməyə bilər. Bu qəbul olunan bir şeydir. Amma bəzən var ki, müəllimi başlayırlar borclu çıxartmağa ki, sanki mən bunlara borcluymuşam, yaxud da başqa müəllimlər biz onlara borcluymuşuq. Biz gərək onları ta kiçik sinifdən tanımalıydıq və bilməliydik ki, onlar yaş ötəcək, gəlib bizim yanımıza hazırlığa gələcəklər. Biz ona orada riyaziyyat öyrətməliydik. Bəzən elə tələbələr absurd danışırlar ki, yəni bilirsiniz necə? Zaten bizim qrafikimiz doludur. Biz çox gərgin işləyirik, bizim beynimiz işləyir. Yəni ola bilər ki, hər kəsin işi özü üçün ağırdır, amma mən elə düşünürəm ki, beyin işlədilən sahələr, məsələn, riyaziyyat olsun, fizika olsun, məntiqin özü olsun, bu artıq fiziki işləndə ağırdır. Çünki sən bütün gün ancaq rəqəm düşünürsən, sən bütün gün hesab düşünürsən. Və mən niyə bunları deyirəm? Tələbə bəzən, məsələn, deyirsən ki, 4 ay 28-dir, an içəridə durub üzünə baxır. Deyirsən ki, 28 bölü 4. Yəni biz bunu yəni belə bilmir, amma öyrənmək də istəmir və borcu çıxardır ki, SSR-nin vaxtında hansısa müəllim bunu öyrətməyib buna. Yəni deməyim odur ki, bəzən tələbə ilə empati hisslərini qurmalıdır müəllim. Müəllimə, yəni biz riyaziyyat öyrətməyə məcbur deyilik. Sadəcə olaraq tələbə bilmirsə biz ona istiqamət verməliyik. Amma bəzi tələbə elə bilir ki, elə gəldilər, biz bütün başımızda olanları köçürdəcəyik onların başına flaşka ilə. Elə olmur. Bir də ki, indi hər insanda səbri var da. Yəni ola bilər ki, bəzən tələbələr deyirlər ki, ay müəllimə falan müəllim aqressivdir. Yox, mənim özümə də aqressiv deyən olur. Amma yəni aqressivliyimizin səbəbi bilirsiniz nəyə görədir? Biz demirik ki, biz bilirik deyə siz bilməlisiniz. Elə bir şey yoxdur. Sadəcə olaraq ən azından cəhd eləməlisiniz. Ən azından bölməni, vurmanı bilməlisiniz. İndi qabaqda biz hesab əməlləri keçəcəyik. Həmişə tələbələrlə biraz tələbələr həmişə o dərsdə mütləq ibtidai sinif müəlliməsində yada salırlar, riyaziyyat müəllimlərində. Amma orada məsələn deyirəm ki, vurma cədvəlini bilirsiniz, siz bilməyinə. Sadəcə olaraq hansı rəqəmə vuranda hansı rəqəm eləyirsə, onu anidən deməlisən. Bildin? Yəni bu refleks olaraq bilməlisən. Məsələn, neçəni neçə verəndə sonu 6 ilə qurtarır. O dəqiqə sənin ağlına 2 8 9 4 gəlməlidir. Bax belə bir ifadə. Nəsə, çox uzun danışdım, keçək test tapşırığının izahına. Yəni deməyim odur ki, bəzən tələbə test işləməyəndə lap gedirlər hansısa bir kursa. Onlar öyrənməyəndə özünü yox müəllimi günahkar çıxardırlar. Valla müəllimin heç bir günahı yoxdur. Yəni mən heç bir müəllimdə günah görmürəm. Bəzən tələbə özündə dəyişikliklər eləməlidir. Yəni məsələn, hər kəs bilməlidir. Tutaq ki, mən özüm humanitar fənləri o qədər də yaxşı öyrənə bilmirəm. Çünki mənim meylim ancaq texniki fənlərdir. Humanitar nə öyrənsəm yadımda qalmır. Mən dediyim ki, humanitar müəllimi pis olub, elə deyə bilmərəm axı. Məsələn, riyaziyyatı tutaq ki, elə tələbə var ki, bilmir. Bilməmək ayıb deyil. O deməkdir ki, tələbə başlayır ki, kimisə borcu çıxartmağa, yaxud da deyir, ay, mən o riyaziyyatı öyrətmədi, özü də öyrənmək istəmir. O belə. Yaxud da, məsələn, bu test deyil, deyir ki, bir də bir şey deyim, bunu da deyim, uzun olmasın, biraz da siz də dincəlmiş olursunuz, mən də. Məsələn, tələbə çox dərin, deyir, niyə burada 4 adı 28, bu belə bir şey. Valla, bunu bizə belə öyrədiblər, biz də belə öyrədirik. Yəni, tələbəyə bəzən hansısa bir sualın çox dərinliyə getmək lazım deyil. Elə ona sərf elədiyi vaxtda başqa bir faydalı işlə məşğul olsa daha yaxşı olar. Yəni, bu qaydadır. Bunu tətbiq eləsəm, hamısını ödəyirsə, vəssalam, yenə mən başqa üsulları öyrənim. Nəsə, keçək dərsə, baxırıq 33-cü suala. Yenə eyni qaydada. 6A 42-dir, B kvadratı da 25. Yazıram 6A 42, A 7, B kvadratı 25, B də bərabərdir 5. Qoyuram burada yerinə 7-nin kvadratı plus 5, bu da eləyəcək 49 plus 5, 54, B variantı. Keçirik 34-cü test tapşırığının izahına. 5A kvadratı 80-dir, 6B kubu da 48. Bərabər eləyirəm. 5A kvadratı 80, A kvadratı 16, A 4. A-nı yerinə 4 qoyursan. 6B-nin kubu 48, B-nin kubu 8, B bərabərdir 2. B-nin də yerinə 2 yazırsan. Olacaq 6 vur 4 plus 10, bu da eləyəcək 34, C variantı. Sonra keçirik 35-ci test tapşırığının izahına. 5C, sənə harada deyir? Deyir, məni burada hesabla. 5C olacaq, düzdürmü? Bu ifadə getdi, qaldı 5C. Bir dənə bir şey deyim, uşaqlar. Əgər 5C varsa, yuxarısında bunun kub olacaqsa, bu kub buna da aiddir, buna da aiddir. Amma 5C mötərəzə yoxdursa, bu kub təkcə C-yə aiddir. İndi baxın, burada 5C oldu, düzdür. Bu nə deyir? Bunu burada qoyacaqsınız. Deyir ki, A, yəni 5C-nin üstü
B bərabərdir 8000. Bu nəyə bərabər olacaq? 125 S kubu 8000, S kubu 64, S də bərabərdir 4. Vəssalam. Olacaq Y variantı. Bilməyən tələbələrə, riyaziyyat bilməyən tələbələr götürüb qiymətləri yerdə qoyub hesablaya bilərlər. 36-ya baxın. X bölü 2-ni bərabər edirsəz, bu 8-i götürüb bura qoyma. 4 tapma bunu. 8 ya da burada götürüb qoyma. X bölü 2 bərabərdirsə, neçəni 2-yə böləndə 8 eləyir? 16-nı. X 16-dır. Y bölü 3 4-dürsə, Y 12-dir. X-in yerinə 16 qoyursan, yəni 3 vur 16 plus 12 çıxılsın 1. 3 16-ya vurdun 48, üstə gəlsin 12, 60, 1 çıxdım 59. Baxırsınız 37-ci test tapşırığının izahına. 49 5, bax burada qoyursan. A-nın kvadratı 49-dursa, A neçədir? 7, düzdür? B də bərabərdir 5. Burada qoydum, 7-ni 5-ə vurdum 35. Bundan mənim canım qutardı, burada oldu 35. 45, 21, harada qoyuram? Burada qoyuram. 3A 45-dirsə, A neçədir? 15, düzdür? 7B 21-dirsə, B neçədir? 3. Bunu da qoyursunuz burada yerinə. 15-i 3-ə böldün, elədi neçə? 5. Vəssalam. 5 də buradadır. 35 ilə də 5-in cəmi eləyəcək 40. Baxırsınız 38-ci test tapşırığının izahına. 3 A-nı bərabər eləyirsən 30-a, A eləyir 10. Düzdürmü? B kvadratı 25-dirsə, B bərabərdir 5. Qoyursan burada yerinə 10 plus 3 vur 5. 3-ü 5-ə vurdum 15, üstə 10 elədi 25. Düzdürmü? 25 bunun qiymətidir. Bundan mənim canım qutardı. Bax, indi 25, 3 bucaq 36. Bax, bunu tapmalısan. A 25'ti. Qoyursan burada yerinə 25. Bunlar qarın-qarına girəcək. 4B 36-dırsa B neçədir? Yazırsan, yenə qıraqda yazım. 4B-ni 36-ya bərabərsən. B neçədir? 9. 25-dən də 9 çıxırsan, eləyir 16. A variantı. 39-a baxırsınız. X kvadratı 64-dür. X neçədir? 8. 2Y 10-dursa, Y neçədir? 5-dir. Bunu burada qoyursan yerinə. 8-i 5-ə vurdun, elədi 40. Bundan canım qutardı. Burada oldu 40. İndi bax 40, qara 3 bucaq 24-ü hesablamalısan. 2x-i bərabər eləyirsən 40-a, x eləyir 20. 3y-i bərabər eləyirsən 24-ə, y eləyir 8. Qiymətləri yerinə qoyub hesablayırsan. Olacaq 5 vur, x minus y. Yəni 20 minus 8, 12, 5-ə vurursan, bu da eləyəcək neçə? 60, D variantı. 40-a baxırsan, 8x-i 16-ya bərabərsən, 3y-i 15-ə. Yenə deyirəm, 16-nı götürüb bura yazmayın. Çünki niyə görə bunu hər dəfə dəfələrlə təkrarlayım? O sizin qulağınızı sırğı olaraq qalsın ki, bunu qoymaq lazım deyil olar. Neçəni x-ə vuranda 16 eləyir, o neçə lazımdır bizə? 8x 16-dır, x 2-dir. 3y 15-dir, y də 5-dir. Qoydum yerinə hesabladım. 2-nin kvadratı plus 2 vur 5. 2-nin kvadratı 4 üstə 10, bu da eləyəcək 14A variantı. Daha sonra baxırıq. Yəqin ki, yorulmadınız. 41-ə baxırsınız uşaqlar. Neynir burada? 8, 9. Harada qoyuram? Burada A bölü 2 bərabərdir 8. A neçəymiş? 16. 3B bölü 2 bərabərdir 9. B neçəymiş? 9-u 2-yə vurdun. 18, 3-ə böldün 6. Bax, bunu burada qoyursan yerinə. 5 vur 16 plus 6 çıx 26. 5-i 16-ya vuranda 80. Üstə gəlirsən 6, 86. 26 çıxırsan eləyir 60. Düzdürmü? Bura götürdün, yazdın, bura 60. 3A 60-a bərabərlirsən. A neçə olur? 20. Plus B belə olduğu kimi qalır. Çünki B-nin əmsalı təkdir. 2-ni vurursan 25-ə, bu da elədi nə qədər? 50. 2 ilə də 50-ni cəmlədin, elədi 70. B variantı. Sonra keçirik 42-ci test tapşırığının izahına. A bölü 2 uşaqlar 3'dür. A neçədir? 6. Düzdürmü? B bölü 3 bərabərdir 5. Dilim dolaşdı. B bərabərdir 15. Düzdürmü? Qoydum bura yerinə. 6 vur 15 bölünsün 2 üstə 6. 6-ı 15-ə vurursan 90, 2-yə böldün 45 üstə 6, 51. Demək uşaqlar, bu getdi, yerinə gəldi 51. Düzdür? 4 ilə 125 hesablayırsan. Bax, A-nın qiyməti 4-dür. Yazdım bura 4. B-nin kubu 125. B neçədir? 5. 2-ni də 5-ə vurdun, elədi 10. 10 üstə 4, bu da elədi 14. 51-dən də 14-ü belə yazaq ki, buradan 51 çıx 14, bu da elədi nə qədər? 37. D variantı.
Bu kitabın hər şey qəşəngdir. Bir dənə bu yerlər çox az verib ki, sanki qənaət eləyirmiş kimi. Heç olmasa biraz çox versəydi, hamısı da yerləşər. Düzdür, mən də böyük-böyük yazıram, o heç. Amma yəni çox balacadır da. Bir də əlavə vərəqdə də yazsam, qarışdıracaqsınız. Ona görə bunun üstündə yazıram. Bitər, başa düşək. Bu buna bərabərdir, bu da buna. Tənlik sistemi kimi həll edirəm. Всё. Bax yazıram A plus B 35, A minus B 21. Tərəf-tərəfə toplasam 2A bərabərdir 56, A neçədir? 28, düzdürmü? 28-i ürəyin istəyər burada qoyarsan, ürəyin istəyir burada qoyarsan. Olacaq B bərabərdir 7. Qiyməti yerinə hesablasam A plus 5B, yəni 28 plus 5 7-yə vurdun 35. Bu da elədi 63 A variantı. 44-cü sualda həmçinin bax birbaşa yazıram. A plus B bölü 2 bərabərdir 10. A plus B elədi 20. Düzdürmü? Burada da A minus B bölüsü 7 bərabərdir 2-dirsə, A minus B deyilir 14. A minus B də bərabərdir 14-ə. Tərəf-tərəfə toplasam 2A bərabərdir 34, A bərabərdir 17. Düzdürmü uşaqlar? A 17-dirsə, B neçə olacaq? 3-dür. Düzdür? Qiymətlərin yerinə qoysam 5 vurulsun, 17 çıxılsın, 2 vur 3. 2-ni 3-ə vurdum 6, 17-dən 6 çıxdım, 11, 5-ə vurdum elədi 55, B variantı. Keçirik 45-ci test tapşırığının izahına. Yenə eyni qaydada 6A-nı bərabər edirsən neçəyə? 30-a. A bərabərdir 5. Düzdürmü? 4B-ni 28-ə bərabər edirsən B eləyir 7. Qoydun yerinə hesabladın. 5 vurulsun. 7 minus 5, 2. Bu da elədi 10. Bunun qiyməti 10 oldu. Artıq bu deyə bir şey yoxdur. 18, 21. Harada hesablayırsan? Burada. 3A bərabərdir 18, A bərabərdir 6. Düzdürmü? 7B bərabərdir 21, B də bərabərdir 3. 6 ilə 3-ü də qoyursan burada. 6 plus 3 bu elədir 9. Düzdürmü? Bu da 9 deyilən bir şey yoxdur. Bu da oldu 9. Onunla da 9-un cəmi elədi 19. A variantı. Baxırsınız 46-cı test tapşırığının izahına. 4A 20-dir, B də X-dir. Qoyuram yerinə. 4A 20-dirsə A neçədir uşaqlar? 5. Düzdürmü? Qoyuram burada 2 vur 5 plus 3x bərabərdir 46. 10 plus 3x 46, 3x eləyir 36. Yazmıram da uje 40 çıx, yəni yerim yoxdur. Həm də ki uje siz bilməlisiniz bunların hamısını. 3x 36-dırsa x bərabərdir 12. İndi kommentlərdən də kimsə götürüb yazacaq ki, müəllimə niyə onu götürüb hamısını bir-bir izah eləmədi? Tələbələr də izah edirəm ki, imtahanda ehtiyac yoxdur bunları götürsən. Uje avtomatik beynin hesablamalıdır hər şeyi. Baxırsınız 47-ci test tapşırığının izahına. Kök altda A 5'dir. Dedim ki A'nın əmsalı tək olmalıdır. Kök altda A 5'dirsə A neçədir? 25. Kök altda 5B 10'dur. 5B 100'dür. B də 20'dir. Всё. 24'ü vurursan 25'ə plus 20 bu da eləyəcək 120 D variantı. Baxırsınız 48-ci test tapşırığına. Bayaq demişdim, A kvadratı çöldədirsə ancaq A'ya aiddir. Amma bu kub həm buna aiddir, həm buna. Vəssalam. 5A kvadratı 320, A kvadratı bərabərdir. 320-ni bölürsən 5-ə, bu eləyəcək 64. A bərabərdir 8. Düzdürmü? Götürdüm, bura 8 yazdım. Bu eləyəcək 8B-nin kubu bərabərdir 1000-ə. Düzdürmü? B kubu bərabərdir 1000-i bölürsən 8-ə. B eləyəcək 125, B kubu, B də eləyir 5. Qiymətin yerinə qoyub hesablayırsan. 8-dən 5 çıxdın 3, 50-yə vurdun, eləyəcək 150. Bu da eləyəcək hansı variant? D variantı. 49-a baxırsınız, 5 ilə 8. İndi keçdik bura. Uşaqlar, belə yazıram ki, 5, 8, düzdürmü? 5, 8. Burada qoyursunuz. Bunun qiyməti bərabərdir. Bunun qiyməti bölünsün 5. Bunun qiymətini tapırsınız. 5 ilə 8. 4-ü 5-ə vurdum, 20. Plus 10-u 8-ə vurdum, 80. Bunun qiyməti neçə elədi? 100. Bunun qiyməti bərabərdir. Bunun qiyməti böl 5. Burada da olacaq 100 böl 5 bərabərdir 20. 50-yə baxırsınız. 4 ilə 2. Bax 4, 2. 4, 2. 4, 2. 4'ü qoydum burada yerinə. 4'ün kvadratı plus 3 vur 2. Bu eləcək neçə? 16 plus 6, 22. Düzdürmü? Qiymət, bunun qiyməti 22'dir. Yazıram 2 vur 22 çıxılsın 1. Bu da eləyəcək 43 A variantı. 51'ə baxırsınız. 4 ilə 7, bax deyir məni burada hesabla. 4, 7. 4, 7. Düzdürmü? 4 ilə 7'ni burada qoyursan.
7-dən 1 çıxdın 6, 4, 5-ə vurdun elədi 30. Üstə də gəldin A-nın kvadratı 16, bu da elədi 46. Bunun qiyməti uşaqlar 46-dır. Bu nəyə bərabərdir? 46 çıx 26. Bu neçə elədi? 20. Demək bunun qiyməti 20-dir. Düzdürmü? 5 üçbucaq 20-ni harda qoyursan? Burada. 5 üçbucaq 20 bərabərdir. 5 vurulsun. 20 çıx 1 plus 5-in kvadratı. Vəssalam. 5-i vurursan 19-a üstə gəlirsən 25. Bu da eləyəcək 120. D variantı. Baxırsınız 52-ci test tapşırığın izahına. 1, 3. Baxıram ki, burada toplamalar eynidir deyə. Yəni, burada eyni əməllər gedir deyə. Bu nədirsə, bu da buna bərabərdir. Özünüz də hesablasanız görəcəksiniz. 1-lə 3. Bax, bu 1, 3, 1, 3, 1, 3, 1, 3, 1, 3. Qoyuram burada 1-in kvadratı plus 3-ün kvadratı. Neçə elədi? 10. Bunun qiyməti bərabərdir. Bunun qiyməti çıx 5. Bunun qiyməti neçə tapmısan? 10. Ondan 5 çıxdın, elədi 5. Bunun qiyməti nəyə bərabərdir? Bunun qiyməti vur 7 üstə 15. 7-ni vurursan 5-ə 35, üstə gəlirsən 15, elədi nə qədər? 50. Bunun qiyməti 50-dir. Uşaqlar, mən artıq üçgənə yazıb, siz karandaşla yazarsınız. Bunun da qiyməti bura yazanda, bu da 50 eləyir. Bu da qiymət olacaq 100. Baxırsınız, daha sonra 53-cü test tapdı. Neçənədir burada sual? 100-dür. Biz 63-ə qədər yazaq, digərini ikinci hissədə izah edərəm. Baxaq 53-cü test tapşırığın izahına. 5 ilə 10 qoyursan burada yerinə 5, 10. 5, 4-ü ona vurdun 40. 5, 40. Burada 7 vurulsun. B böl A. Yəni 40 böl 5. Bu da eləyir 8. 7-ni 8-ə vurdun 56. 54-cü suala baxırsınız. 4 ilə 2. Bax burada qoyursan yerinə 4, 2. Bu çevrilir A kvadratı belə işarə B. Yəni 16, 2. 16, 2 qoydum bura. 16-nı 2-yə böldü. 8 üstə 7 bu da elədi 15. C variantı. 55-ə baxırsınız. 9, 3. A, bura götürüb qoymursunuz ha 9-u. A kvadratı 9-dursa A neçədir? 3. Okay? 5, B-də 3-dür. 2-ni 3-ə vurdun. Bura elə belə olacaq 3, bir də 3. 2-ni 3-ə vurdun 6, 3-ün kubu 27. Bura 6-dır. 3B 27-dirsə B neçədir? 9. Qiymətin yerinə qoydun. 6 plus 81 bu elədi 87. Bax uşaqlar bu 87. Bu artıq yoxdur. 87 ilə 12-ni harda qoyacaqsınız burada? A bərabərdir 87. 3B 12-dirsə B neçədir? 4. Qoydum bura A plus B kvadratı. Yəni 87 plus 16 bu deyir 103. D variantı. 56-ya baxırsınız. 7 ürək 8 deyir. Məni burada hesabla. 7, 8, 7, 8, 7, 8. 7-nin üstə 8 gəlirsən 15, 4-ə vurursan eləyir 60, düzdürmü? Bunun qiyməti 60-dırsa, 60-dan 5 çıxanda neçə eləyir? 55. C variantı. 57-yə baxırsınız. 24 kvadrat 75 verib, düzdürmü? Bunu götürüb bura yazmırsınız. 4K 24-dürsə K neçədir? 6, düzdürmü? 3M kvadratı 75, M kvadratı 25, M eləyir 5. Qoyuram burada K6, M-in də qiyməti neçədir? 2-ni 5-ə vurursan eləyir 10. Düzdür? İndi bax bunu hesablamalısan burada. Yenə də 2K 6-dırsa K neçədir? 3-dür. Düzdürmü? M-də 10-dur. 3-ün üstünə 10 gəlirsən 13, 3-ə vurursan eləyir 39. D variantı. 58-ə baxırsınız. 6, 20. 6-nın kvadratı, burada yazıram 36, 20. Düzdürmü? 3 A-nı bərabər eləyirsən 36-ya A eləyir 12. 5B-ni 20-yə bərabərlirsən B eləyir 4. Düzdürmü? Qoydum burada yerinə 20 plus, yox 12 plus 4, bir dəqiqə qarı oldu. 12 plus 4 bölü 2, bu elədi 8. Bax, bunun qiyməti 8-dir. Bax, bura 8-dir. Bunun qiyməti nəyə bərabərdir? Bunun qiyməti çıx 7, yəni 8 çıx 7 elədi 1 A variantı. Baxırsınız 59-cu test tapşırığına 5, 18 qoydum bura. 2-ni 5-ə vurursan 10, belə bir bu ifadəni tapmalısan. 18-də 3-ə böldün, elədi 6. 10-dan 6-nı da burada qoydun. 10-un kvadratı plus 10 plus 6 bölü 2. 100 plus 8 eləyəcək 108. Aydın oldu? 60-a baxırsınız 5, 2. Qoyursan burada 5, 2, 5. 2-ni 3-ə vurdun 6. 5, 6. 5-i 2-yə vurdun 16. 16. 3'ü vurursan 10'a 30, üstte 6, 36, 1 çıxırsan 35. B variantı. Baxırsınız daha sonra
61-ci suala. A kvadratı 49-dursa A bərabərdir 7-dir. B də bərabərdir x-dir. Qiyməti yerinə qoyursunuz. 5 vur 7 plus 3x minus 8 bərabərdir 42. 35 plus 3x bərabərdir 50. 3x 15, x də bərabərdir 5. B variantı. 62-yə baxırsınız uşaqlar. 3, 8. Burada qoyuram. 3, 8. 3, 8-i 2-yə böldüm 4. 3-dən 4-ü hesablayırsan. Bu çevrildi. 2-ni 3-ə vurdun. 6, 4. 6, 4. İndi baxın. 6-nı 4-ə vurursan. 24. 6-dan 4 çıxırsan 2. 24-ü 2-yə bölürsən. 12. Üstə 2 gəlirsən 14. Düzdürmü? Bu ifadədə bunun qiyməti 14-dür. 14-dən 1 çıxdın, elədi 13. Düzdürmü? Burada da 13-ün üstünə 3 gəlirsən, eləyir 16. A variantı. Baxırıq 63-cü test tapşırığın izahına. 5, 6 qoydum bura. 5, 6, 5, 6, 5, 6, 5, 6. Burada 5-i 6-ya vurursan 30. 25 çıxırsan, bu elədi 5. Uşaqlar, bunun qiyməti 5-dir. 5 üstü 15 neçə elədi? 20. Bunun qiyməti 20-dir. Bu neçə olacaq? 3 vur 20 plus 10 böl 5. Yəni 3-ü 20-yə vurursan 60, üstə 10, 70, 5-ə bölürsən, bu da eləyəcək 14 C variantı. Yox, B-ni işarə edirəm, C variantı. Demək, uşaqlar, 63-ə qədər elədim. Çalışacağım dərslərdən sonra vaxt edib bunu 100-ə qədər də izah edim sizə. Ümidvaram ki, başa düşmüş oldunuz. Amma aşkar operatoru bir kitabdan yox, bir neçə kitabdan. Və görürsünüzmü, mən necə hamısının üstündə işləyirəm. Mütləq siz də işləməlisiniz. PDF-dən, yaxud da PDF eləyim, yaxud da heç çıxartmayım, kitabın elə-belə götürüm, vərəqdə yazım eləyim. Elə aşkar operatorları öyrənmək mümkün deyil. Bunları işləyin, nə sualınız olsa videonun altına yazın. Bir də bir şey bildirim. Videonun altına yazın, məsələn ki, falan sualda, işlədiyim suallarda texniki səhv ola bilər. Yəni ki, məsələn, bayaq sonuncu sual necə elədim? Deyirəm, amma başqa variant işarə elədim. O ola bilər. O da ki, o qədər video çəkmişəmsə 1-2 dəfə ola bilər. Amma hansısa sualın kökdən səhv olması mümkünsüzdür. Ona görə zəhmət olmasa, videoya rəy bildirəndə diqqətli olun. Yəni, kim bəyənmirsə, ötüb keçə bilər. Zaten bu videolar öyrədici məqsəd daşıyır. Yəni, bu reklam, yaxud da ki, heç bir xarakteri yoxdur bunun. Ona görə zəhmət olmasa diqqətli olun. Çünki TikTok səhifəni mən işlətmirəm. Yəni, orada cavab verəndə menecer yazır. Siz yazanda ki, o sualda səhvlik var. Siz həm mənim vaxtımı almış olursunuz, həm menecerin vaxtını almış olursunuz ki, menecer mənə müraciət edir ki, bu sualda səhvlik varmı? Yəni, siz ona yazırsınız. O mənə deyir, mən ona bildirim, o yenə sizə götürüb yazır. Elə biraz qarşılıq və biraz hörmətsizlik olur. Videoda hansısa sualı siz səhv düşünürsünüzsə, ola bilər ki, sizin başqa bir üsulunuz var. Bir yoxlayın, görün o üsul hamısını da ödəyirmi? Belə. İnşallah ki, istədiyiniz nəticəni əldə edərsiniz. Uğurlar.